Gün ərzində paytaxtda yağan qar daha çox şəhər mərkəzindən nisbətən kənar ərazilərdə, kənd və qəsəbələrdə müşahidə olunub. Bəli, biz hazırda Yeni Günəşli Yaşayış Massivinin ərazisindəyik. Gün ərzində burada yağan qar artıq buzlaşıb, havanın temperaturu axşam saatlarında aşağıdır və bu da təbii ki, həm piyadalar üçün, həm də sürücülər üçün təhlükəli vəziyyət yaradır. Daşınmır, Ehtiyatlı ol düşəndə. Biz öyrəşmişik qardaş buzda gedib gəlməyə. Biraz qar yağan kimi artıq təhlükə var. Tədbirimiz yox, bura baxan kimsə o görməlidir. Duz tökməlidir ən azından, qum tökməlidir. Maşınla gəlib orada saxlayırıq, məsələn piyada düşürük aşağı. Olur məsələn belə məqamlarda sürüşəsiz, yıxılasınız. Yox, hələ ki olmuyor. Təmizləməyiblər də, yaşlısı var, uşağı var. Olmaz da belə. Qar yağanda problem olur yoxsa? Problem olur, amma uşaqlara görə, yəni bəzi insanlar xoşlayır, bəzi insanlar da belə deyə də yaşlılar da sevmir. Yaşlıların qarı sevməmənin səbəbi nə ola bilər? Yıxılmaqları, xəsarət almaları. Avtomobiliniz qışa hazırdır, qara yoxsa? Hazırdır. Məsələn, necə hazırlamısınız avtomobilinizi? Təzə dəyişmişəm, zimli təkərdir də. Bu kifayət edir. Bəzi kifayət edir. Mən bu keçən də təzə təkərdən sürdüm, heç bir problem olmaz. Qışdır, qar yağdı. Maşın hazırdır qışa, qara. Hazırdır. Məsələn, bu avtomobil qışa, qara necə hazırdır? Nə eləmisiniz? Təkərləri dəyişmişik, təzə təkər qoymuşuq.